Burada 51-ci sualda bizə verilən salam. Fenil xloriddir. Fenil xloridin natrium hidroksidlə reaksiyasında ancaq bir qayda var. Mübadilə gedəcək. Alınır buradan C6H5OH və natrium xlorid, yəni fenolun alınması. Fenol da necə maddə idi? Yadınızdadır. Kristaldır, sonra dəridə sağalmayan yaralar əmələ gətirir, zəhərlidir, aromatikdir, yəni benzol həlqəsinə malikdir. 70 dərəcədən yuxarı temperaturda istənilən nisbətdə suda yaxşı həll olur. Sonra güclü hidrogen rabitəsi var. Formaldehidlə bir yerdə fenolformaldehid qətranı əmələ gətirir. İkinci reaksiya da yenə də fenolun alınma reaksiyasıdır. Fenol sənayedə 3 üsulla alınır. Biri elə bax bu 52-ci reaksiyadakı üsuldur. Buna kumol üsulu deyirlər. Biri kumol üsuludur. Biri daş kömürün pirolizidir. Bir də xlor benzola bayaq yazdığımızda C6H5 xloru yuxarıda yazdığımız natrium hidroksidinə təsir etməkdir. İndi burada necə bir proses gedəcək? Buradan biz əldə edirik fenol, OH qrupu və bu yerdə qalan hissənin oksigenin oksidaşması nəticəsində əldə edirik buradan aseton. Aseton da ketonların ilk nümayəndəsidir. Və ketonların ilk nümayəndəsi 3 karbonludan başlayır. Ketonlar da aldehidlə sinif arası izomerdir. Birli spirtin oksidaşmasından aldehid alınır, ikili spirtin oksidaşmasından keton alınır. 53-cü reaksiyada isə fenolun natrium metalı ilə reaksiyasıdır. Bu reaksiya baş verir. Hətta bir atomlu spirtlərdə də bu var idi, 2 atomlu spirtlərdə də var idi ki, onlar natriumla reaksiyaya daxil ola bilirdilər. Ona görə bu reaksiyanı biz yadda saxlayaq ki, fenol turşu xassəyə göstərir və turşu kimi də metalla reaksiyaya daxil olur. Buradan alınacaq C6H5O natrium üstə gələk H2. Biz metal 2 mol götürək ki, oradan 1 mol hidrogen əldə edək. Fenol zəif turşu xassəyə göstərdiyinə görə o həm də NaOH ilə də reaksiyaya girə bilir. Yəni turşudur, bu da əsasdır. Burada alınacaq o natrium, bir də su əmələ gələcək. Alınan maddə natrium fenolyat. Sonra növbəti reaksiyaya keçək. 55 isə fenolun natrium karbonatla reaksiyasıdır. İndi biz burada nəyə fikir verməliyik? 55 ilə 56-ya baxın. Ya fenol güclü turşu xassəyə göstərməlidir ki, o karbonatı sıxışdırıb çıxartsın. Ya da bunların ikisi bir yerdə H2CO3 karbonat turşusu sayılır. Karbonat turşusu fenoldan güclü olmalıdır ki, onu sıxışdırıb çıxartsın. Və yadda saxlayın. Fenol karbonat turşusundan zəifdir. Zəif olduğundan karbonat turşusu onu duzlarından sıxışdırıb çıxardır. Onda bu reaksiyaya getməyəcək. Bu müqayisəni yadda saxlayın. H2CO3 böyükdür C6H5OH. Onda 56-cı reaksiya baş verəcək. Buradan alınır fenol, C6H5OH və natrium hidrokarbonat. 57-ci reaksiya. Bu reaksiya benzol halqasının daxil olduğu reaksiyadır. İndiyə qədər yazdıqlarımıza fikir verirdinizsə, orada OH qrupunun girdiyi reaksiyalardır, hidroksilin. Yəni fenolun turşu xassəyə göstərdiyi reaksiyalardır. 57-də isə bu reaksiya benzol halqası daxil olacaqdır. Və bu reaksiya əvəz etmə reaksiyası sayılır. Bu zaman 2, 4, 6 vəziyyətdə əvəz olunma baş verir. Eyni reaksiya həm də nitrat turşusu ilə gedir. Onda buradan alacağıq. Bu belə. Burada bir OH qrupu, ikinci, bura 3-dür, dördüncü, bura 5-dir, bir də 6-cında əvəzlənmə gedir. Bura brom yazacağıq. Brom. Buradan çıxan hidrogenlər də bromun artığı ilə birləşərək 3 mol H-brom şəklində ayrılır. Eyni ilə ona oxşar şəkildə gedəcəkdir 58-ci reaksiya. Burada OH və 2, 4, 6 vəziyyətdə, baxın buralarda və 3 mol da buradan su ayrılacaq. Əvəzlənmə gedir. 2, 4, 6 trinitrofenol yaranır. Bu maddənin adı pikrin turşusudur. Pikrin turşusu özü də bərk halda olan maddədir. 59-cu reaksiya. O reaksiya fenolun təyin reaksiyası sayılır. Bura qeyd edək. Təyin.
Deməli, fenol bu reaksiya nəticəsində bənövşəyi rəngli məhlul əmələ gətirir. Reaksiyadan alınır C6H5O ferrum flor 2 üstəgələk H xlor. Bunun məhsullarının hələ indiyə kimi hansısa testdə düşdüyünü görməmişəm, amma əlamət düşür. Bu reaksiyada bənövşəyi rəngin əmələ gəldiyini unutmursunuz. Fenol özü zəhərli maddədir. İnsanın mərkəzi sinir sisteminə, böyrəklərinə, ürəyin işinə, damar sisteminə zədələyir. Heyvan və bitkilərə də zərərli təsir göstərir. Amma praktiki əhəmiyyəti var. Praktiki əhəmiyyəti odur ki, onun formaldehidlə bir yerdə polikondensləşmə reaksiyasını həyata keçirdirlər. Baxaq görək. Bax, o reaksiya burada 65-də verilibdir. Elə yeri gəlmişkən onu deyim, sonra keçək. Bu fenoldur. Görürsünüz, qarşısına N yazılıb. Polikondensləşmədir. Bu da formaldehiddir. Yəni, qarışqa aldehidi. Bunların ikisinin reaksiyasından, bax, belə bir maddə alınır. Yəni, fenol. Bu formaldehidin bu hissəsi, bura yazırsınız, birləşdiririk bura CH2, belə və buradan da N qədər su ayrılır. Bu da böyük mötərizədə, bu da N. Alınan maddə olur fenol formaldehid qətranı. Onun başqa adı da bakelitdir, çünki Bakelent tərəfindən kəşf olunmuşdur. Bakelit. Sonra ondan metro eskalatorlarının pilləkənləri, vaqonların əyləncə yastıqları hazırlanır. Elektrik sayğacları, elektrik ütüləri, elektrik mühərriklərinin, telefon və fotoaparatların korpusları, mətbəx ləvazimatlarının dəstəkləri, yəni bıçağın, qazanın qulpu, şahmat fiqurları, domino dama daşları hazırlanır. Yəni, bunları görsəniz, bilin ki, söhbət fenol formaldehiddən gedir. Bir də fenol güclü antiseptik xassəyə malik olduğuna görə ondan həm də dezinfeksiya edici kimi istifadə edirlər. Bunu da bildik. İndi qayıtdıq əvvələ, burada demədiyimiz reaksiyalar var idi. Bax, burada 60-cı sualda etilendir. Etilenin oksidləşməsindən sirkə aldehidi alınır. CH3, COH. Başqa adı asetaldehid və yaxud da etanal. 61-ci reaksiya isə asetlenin su ilə reaksiyasıdır. Bu da civə duzlarının iştirakı ilə gedir. Kucherov reaksiyası. Buradan da sirkə aldehidi alınır. COH. 62-ci reaksiya birli spirtin oksidləşməsidir. Birli spirtin oksidləşməsindən mis, su və aldehid alınacaq. Bu da sirkə aldehidin alınmasıdır. 63 isə elə ki, bu prosesin tərsidir. Oksidləşəndə aldehid alınır, aldehidin oksidləşməsindən isə birli spirt alınır. CH3, CH2, OH. 64-də formaldehiddir və onun polimerləşmə prosesini göstərirlər. Burada poliformaldehid alıblar. Bunun başqa adı da paraforumdur. Yaxınlarda hansısa testdə qarşımıza çıxmışdı. Paraforum. Bir də testlərdə bu sizin qarşınıza necə çıxa bilər? Həm oksidləşən, həm polimerləşən maddə, həm də polikondensləşən. Bu formaldehiddir. Öz-özünə polimerləşir. Fenolla bir yerdə polikondensləşir. Bir də oksidləşərək qarışqa turşusuna çevrilir. Sonra burada aldehidlərin oksidləşməsidir. Yanmasını da götürə bilərik. Aldehid oksidləşirsə turşuya çevrilir. Yanmadsa da karbon qazı ilə su alacaqsınız reaksiyadan. Turşuya çevriləndə də bunu bu şəkildə sxematik ifadə edə bilərik. CN, H2N, O2. Bu şəkildə də buradan su ayrılacaq. 67-ci reaksiyada isə gümüş güzgü reaksiyasıdır. Aldehidlərin oksidləşməsidir. Gümüş güzgü reaksiyası odur ki, reaksiya nəticəsində bəsit halda gümüş alınsın. CH3, COOH və bir də burada 2 mol gümüş əmələ gəlir. 68, həmişə deyilməyim, musiqi, MSQ. Əvvəlcə bu maddə mavi olur, oksidləşmə zamanı çevrilir sarıya, daha sonra isə mis 1 oksid qırmızıya çevrilir. Yenə də reaksiya nəticəsində turşu alınır, mis 1 oksid alınır, bir də su əmələ gəlir. 69 elə eyni ilə 67-dəki kimidir, onu yazmıram. 70 də eyni 68-dəki kimidir, sadəcə karbon sayı fərqlidir maddələrdən. 71 də yenə aldehidin hidrogenləşməsidir. Bayaq bunun bir oxşarını yazmışdıq. Aldehid hidrogenləşəndə birli spirtə çevrilir. İndi biz həmin maddəni birli spirtə çevirəcəyik. CH3, CH2, CH2, OH. Bu aldehid qrupu çevrildi və bu birli spirtə. Çıxanda
72-ni az əvvəl demişdik. Fenolun, deməli kumoldur bu, kumol. Uşaqlar, bunu sizə testdə bax belə də göstərə bilərlər. Baxın, bax belə bu şəkildə. Yəni yenə də həmin şeydir da, izopropilin, deməli benzol həlqəsinə birləşməsi. Belə də yaza bilərlər. Nəticədə burada alınacaq fenol, bir də aseton. Özüm söz tənliyin yazdım, çünki bayaq formulunu yazmışdım. 73-dəki reaksiya isə getməyəcək. Biz görmüşük ki, bu reaksiya gedir miski oksidlə o vaxt ki, burada spirt olsun. Bizə verdilərsə spirt deyil, alkandır. 74-dəki propindir. Biz bayaq asetlenin su ilə reaksiyasını yazmışdıq. Deməli, alkenlər civə duzlarının katalizatorluğu ilə su ilə hidratlaşma reaksiyasına girir. Orada ancaq asetlen olanda asetaldehid alınır, amma asetlenden sonra hansı nümayəndə gəlsə, oradan keton alınacaqdır. İndi bax, burada bizdə də həmin prosesdir ki, biz bundan keton əldə edirik. Bax, burada da mən hidrogenləri yazmadım, keton alınır. 75 isə ketonun üzərinə gümüş piroksid əlavə ediblər. Aldehidlər gümüş güzgü reaksiyasına girir, misk hidroksidlə oksidləşir. Bu ketonlara aid deyil. Ona görə də bu reaksiya getməyəcəkdir. 76 da getməyəcək. Yenə də baxın, ketonun misk hidroksidlə oksidləşməsidir. Baş vermir həmin reaksiya, amma 77 gedir. Aldehidlər də, ketonlar da hidrogenləşə bilirlər. Aldehid hidrogenləşəndə nədən əmələ gəlib? Birli spirtdən ona dönür, birli spirtə çevrilir. Keton nədən əmələ gəlib? İkili spirtdən. O da ikili spirtə çevrilir. Onda burada alınacaqdır ikili spirt. Bu alınacaqdır. Sonra 78-də metanın oksidləşməsini göstərir. Yəni metanın hər oksigenlə reaksiyası yanma deyil. Buradan biz aldehid də ala bilərik, turşu da ala bilərik. 79-da isə butanın oksidləşməsidir. Amma butanın oksidləşməsindən konkret bilirik ki, 2 mol sirkə turşusu alınır. Əsas məhsul kimi bunu yadda saxlayın. Sonra 80 də buna oxşardır. Burada deməli karbon sayını yarı böləcəyik. O qədər deməli üzvü turşu alacağıq. 81-dən də etil spirtinin bakteriya iştirakında oksidləşməsidir. Yenə də oradan sirkə turşusu alınır. 82 gümüş güzgü reaksiyası da yenə də sirkə turşusu əmələ gəlir. %83-dəki reaksiya. Burada biraz üzvü, biraz qeyri-üzvünün payı var. Bu reaksiyadan alınır HCOO natrium. Biz qeyri-üzvü kimi də deyirik ki, CO duz əmələ gətirməyəndir, karbon monoksid. Amma burada duz əmələ gətirir. Sonra həmin duzun üzərinə sulfat turşusu tökməklə qarışqa turşusu və natrium sulfat əldə edirik. Bu reaksiyada gedir. Reaksiya nəticəsində CH3COOH sirkə turşusu əmələ gəlir. 86-da gedir. Biz oradan sirkə turşusu alacağıq. COOH, natrium sulfat alınır. 87-də bizə verilən maddə efirdir. Bax, efiri yazmağa başlayanda turşu tərəfi ilə yazmağa başlayırıq. Amma oxuyanda axırı ilə oxuyuruq. Əvvəlcə buranı deyəcəyik etil, sonra bu hissəni deyirik asetat. Hansı turşudur? Asetat turşusu. Etil, asetat. Ya da deyirik etil, etanoat. Yəni etan turşusudur bu. Ona görə etil, etanoat. Efirlər hidrolizə uğrayanda bax, bu hissədən bölürük və oradan alınır turşu. Bir də onu əmələ gətirən spirt. Bunu da beləcə yazdıq. 88-də turşunun natrium metalı ilə reaksiyası natrium karboksil qrupundakı hidrogeni əvəz edəcək. CH3COO natrium, bir də buradan hidrogen ayrılır. 89-da gedir, çünki biri turşudur, biri də əsasi oksiddir. Amma burada alınan duzun formuluna diqqət edin. Bu birvalentlidir deyə, kalsium ikivalentlidir, indeksinə 1-2 yazırıq, bir də buradan su ayrılacaqdır. 90 da buna oxşar şəkildə CH3COO kalium və buradan da su əmələ gələcək. 91-dəki reaksiya turşudur, amoniakdakı əsasi xassəli maddədir. Bu reaksiyada gedir, birləşdirmə reaksiyası olacaq. Bax, bura fikir verin, necə ki H-xlorla NH3 reaksiyaya girir. Nə alırıq buradan? Birləşmə reaksiyasını NH4 xlor. Eyni bu da onun kimidir. Yazacaqsan CH3 COO NH4. Bax, bu şəkildə yazdım, bəs edir. Amma 92 getməyəcək, çünki hər ikisi turşu xassə göstərir.
Deməli, sirkə turşusu karbonatdan güclü olduğuna görə onu sıxışdırıb çıxardır və biz buradan alırıq CH3, COO kalium, yəni kalium asetat, bir də su ilə karbon qazı. Amma burada sulfatı çıxartmalıdır, getməyəcək. Nitratı çıxartmalıdır, bu getmir. 96 isə efirləşmə reaksiyasıdır. CH3, COO, CH3, yəni bax bu hissə, bax bu hissəni görürsünüz, o hissə bax bu hissədir. Üstə gələk su. Spirtdən H, turşudan isə OH qrupu qoparaq suya çevrildi. Burada nədir? Burada da bunların ikisi bir yerdə bizə karbonat turşusunu ifadə edir və karbonat turşusu gəlib burada sirkə turşusunun duzu ilə reaksiyaya girməlidir. Biz də bayaq nə dedik? Dedik sirkə ondan güclüdür deyə sirkə onu çıxardar. Onda belə çıxır ki, bu reaksiya getməyəcək. 98-dəki reaksiya isə o deməkdir ki, bax fikir verin, burada 2 mol sirkə turşusu götürüblər. 2 mol sirkə turşusunu P2O5-dən keçirdəndə P2O5 su uducu olduğuna görə 2 moldan 1 mol sudur. Və sudan da bax, elə ki, buradan özümüz bir su qopardıq. Bax, bu hissəni qopardıq. Yerdə qalan hissə olacaq sirkə anhidridi. Onu belə göstərə bilərik. CH3, CO, bu ortaqlaşmış bir oksigen olur burada hər ikisinə aid. CO, belə bu şəkildə. Və buradan da su ayrıldı. Bunu sizə qapalı formada da təqdim edə bilərlər. Onu da belə yazacaqlar. CH3, CO, 2O. Bunu görəndə bilin ki, bu sirkə anhidrididir. 99-cu reaksiya qarışqa turşusunun sulfat turşusundan keçirilməsi. Bu laboratoriyada həyata keçirilir. Karbon monoksidin alınma reaksiyasıdır. Sulfat turşusu su uducu olduğuna görə bu reaksiyadan alınacaq CO və su. Karbon monoksid və su. Sonra 100-dəki reaksiya sirkə turşusunun xlorlaşma reaksiyasıdır. Onu da yadda saxlayın. Bu reaksiyada qırmızı fosfor katalizatorluq edir və burada xlor karboksilin ən yaxınındakı radikaldan hidrogenin birini əvəz edəcək. Alınır CH2 xlor, COOH, oradan çıxan H ilə burada qalan xlorun biri də birləşəcək, olacaq H xlor, 101 də buna oxşar şəkildə gedir. Amma 102-ci reaksiyadan başlayır qarışqa turşusunun sırf özünə aid xassələr. Çünki qarışqa turşusunda aldehid qrupu da olduğuna görə və aldehid qrupu budur. Bu da qarışqa turşusudur. HCOOH. Qarışqa turşusunun bu tərəfinə baxın. Bax, bunun özündə də bir aldehid qrupu var. Ona görə başqa turşular yox, məsələn, sirkə yox, propion yox, amma qarışqa turşusu həm də aldehidlərin xassələrini göstərir. Bu, onun özünə özəl bir xüsusiyyətidir. Bütün turşularda yoxdur bu reaksiya. Və o da gümüş güzgü reaksiyasına daxil olur. Həmçinin onun duzlarında da o aldehid qrupu olduğuna görə onlar da bu cür gümüş güzgü reaksiyalarına daxil olurlar. Bu zaman daha qarışqa turşusundan sonra tamamilə turşunun parçalanması baş verir. Alınır buradan karbon qazı, su, bir də 2 mol gümüş. 103 də ona oxşar şəkildə gedir. Yenə buradan da alınacaqdır karbon qazı, su, bir də mis biroksid. Çünki mis hidroksid nəyə çevrilirdi? Karbon qazı, su və mis biroksid əmələ gəlir. 104-də də duzudur. Amma duzu olanda biz oradan karbon qazı və su çıxartmayacağıq. Axı burada natrium var. Natriuma görə orada yenə də duz əmələ gələcəkdir. Alınır burada natrium hidrokarbonat və 2 mol gümüş əmələ gəlir. 105 də ona oxşar şəkildə gedəcək. Buradan alınır natrium hidrokarbonat, mis biroksid, bir də su. Bəlkə də bayaqki reaksiyada suyu yazmağı unutdum. Yəni ikisi bu şəkildə gedir. Gəldik 106-ya. Burada verilən akril turşusudur. Akril turşusu doymamış turşuların ilk nümayəndəsidir. Biz onun üstünə hidrogen əlavə edəndə, bax, hidrogen bu hissəyə hərəsi birinə olmaqla birləşir və turşu doymuş hala gəlir. CH3, CH2, COOH. Bu olur propion turşusu. 107 də buna oxşar şəkildə gedir. Elə burada göstərəcəm. Bu olur CH3. Rabitə bu şəkilə keçir. Burada da bir H birləşir. Sonra 108-dəki nədir? Bax, uşaqlar, yadda saxlayın. Bu C17, H35, COOH. Bu stearin turşusudur. Stearin turşusu doymuş turşudur. Əgər
stearindən biz 1 mol hidrogen qopartsaq, onda alınacaqdır C17H33. 33 olanda bu olacaqdır alein turşusu. Alein. Aleyində bir pi rabitə var. Karbonlar arasında. Bax, diqqətli olun. Bir pi rabitə isə karboksil qrupunda var. Və bu 17 karbon hissədə bir pi rabitə var. Karboksil qrupunda da başqa bir pi rabitə var. Biz bunu hidrogenləşdirəndə təbii ki, bunun karbonlar arasındakı pi rabitə sınır, doymuş hala gəlir. Olacaq C17H35COOH. Sonra 17-31 olan linol turşusudur. Onu tam doymuş hala gətirmək üçün ora 2 mol hidrogen əlavə olunur. 29 olan linolendir. O 3 molla doymuş hala gəlir. Hamısında doymuş hala gələndə C17H35COOH alınır. Sonra olein turşusunda 2 qat rabitənin yerini soruşsalar, o 9-cu ilə 10-cu karbonun arasındadır. Sonra alein turşusunun sis deməli özü sis formadır. Onun transforması var. Transforması elaidin turşusudur. Elaidin turşusu isə bərk halda olan turşudur. Bunlar doymamış yağları əmələ gətirirlər, doymamış turşular olduqlarına görə. Və gəldik burada 111-də yenə də bir doymamış turşu təqdim olunur. Bunun bromlaşmasıdır. Bromlar 2 qat rabitəli karbonlara birləşəcək. CH2 brom, CH brom, COOH. Və burada bu karbon asimetrik karbon sayılır. 112-də də fərqlilik var. Bunu da yadda saxlayaq. Biz həmişə Markovnikov qaydası ilə hidrogeni aparıb hidrogeni çox olan karbona birləşdirirdik. Amma o, karboksil qrupu olan maddələrdə ödənilmir və Markovnikovun əksinə gedir. Əksinə getdiyinə görə CH2 xlor birinci karbona birləşəcək. Hidrogen ikinci karbona birləşir və belə. Bunlarla bağlı deməli dimdə suallar var. Əsasən sual necə qoyulur? Reaksiyanı verir. Deyir hansı reaksiyadan alınan maddədə asimetrik karbon var. Uşağı da ən çox çaşdıran bu 112-ci reaksiyadır. Onlar ilə prosesi Markovnikov kimi aparır. Xloru gətirib bura birləşdirir. Bunda asimetrik götürülür və o da səhv çıxır. 113-də isə verilən akril turşusudur. En qədər verildiyinə görə deməli bizdən nə tələb edir? Onun polimerləşmə reaksiyasını quraşdırmaq. Biz onu polimerləşdirə bilərik, belə eləyəcəyik. CH2 rabitəni qırırıq, CH və bu karboksili də endir ya aşağı ya da yuxarı. Elə bu şəkildə və 2 qat rabitəli karbonların hərəsindən bir dənə xətt çıxartdıq. Burada bir en yazdıq, bu da oldu akril turşusunun polimeri, yəni poliakril.